Hə, olar. Hə, davam edirik xarici qüvvələrlə. Xarici qüvvə deyəndə nə demişdik? Eksogen qüvvələr. Eksogen nədir? Yəni yerin səthində olan, yerin altında olan yox, yerin üstündə olan qüvvələr nəzərdə tuturuq. Nədir bu qüvvələr? Yerin altında deyəndə bəzən burada məsəl üçün suyu götürəndə yeraltı suları, uşaqlar deyir yeraltıda axı bu. Biraz o zaman çaşdırıcı olur. Yəni yerin altında maqmanın belə deyək də litosfer tavalarının hərəkət etdirməsi nəticəsində yaranan prosesi nəzərdə tutmuruq biz burada. Yəni suyun özündə nə yaradır? Xarici qüvvələr yaradır da atmosfer yağıntılarından formalaşır. Eksogen qüvvələr deyəndə küləkdir, sudur, dəniz dalğalarıdır, buzlaqdır. Bunları nəzərdə tuturuq. Başlayırıq birinci küləyin fəaliyyətindən. Küləyin fəaliyyəti özün harda göstərir? Səhralarda göstərir. Küləyin iki dənə fəaliyyəti var. Bir dağıdıcı fəaliyyəti var. Bir də yaradıcı fəaliyyəti var. Dağıdıcı fəaliyyəti nədir küləyin? Ərazidə tutalım ki, əvvəllər bir dağ var idi. Bu da o dağın kristallik bir növrəsidir. Hə. Küləyin dəlliyi tutur. Bu dağın üzərində bu, elə bir ki, bu dağın ətidir də sanki. Bu dağın ətini yeyir. Nə varsa bunun üzərində sovurub yumşaq suxurların hamısını aparır. Bax bu olur küləyin dağıdıcı fəaliyyəti. Bu dağıdıcı fəaliyyətə deyəcəyik defiliasiya. Defiliasiya. Defiliasiya nədir? Küləyin dağıdıcı fəaliyyətidir. İndi defiliasiya nəticəsində nə yaranacaq? Bu dağın əti getdi hələ, yerdə nə qalır? Sümüyü, düzdür? Yəni belə elmi dildə desək, kristallik bir növrəsi səthə çıxır. Özülü qalır dağın yerdə. Və burada deməli defiliasiya nəticəsində nə yarandı? Şahid dağlar yarandı. Şahid dağ. Şahid dağlar hansılardır? Əhəqqar, Tibesti, Darfur, Marra platosda deyirik. Afrikada olan, bax gördüyünüz böyük səhrada yerləşən bu dağlar nədirlər? Şahid dağlar hesab olunurlar. Şahid dağ bildik necə yarandı? Küləyin dağıdıcı fəaliyyətindən. Küləyin dəlliyi tutdu. Dağın ətin yedi, sümüyü qaldı. Deyir o ətin yesək də sümüyünü atmarıq. Sümüyünü atmadı, sümüyü qaldı. Bu şahid oldu ki, burada dağ olub əvvəl. Mən o dağın sümüyüyəm. Aydındır. Yəni mən həmin o dağın kristallik növrəsiyəm. Başa düşdük küləyin dağıdıcı fəaliyyətin. Dağıdıcı fəaliyyətə nə dedik? Defiliasiya dedik. Defiliasiya nəticəsində nə yarandı? Şahid dağ. Şahid Küləyin, dağlar. bəli, gördüyü şey isə eol proseslər deyirik. Eol nədir? Küləyin gördüyü işdir. Eol proseslərində birinci küləyi nəzərdə tutur. Küləyin yaradıcı fəaliyyətindən nə yaranar? Küləyin yaradıcı fəaliyyətindən barxan yaranacaq, duyun yaranacaq. Duyun. Qum tirələri, qum təpələri yaranacaq. Barxan nədir? Əgər səhrada külək bir istiqamətdən əsibsə, oraq şəklində relyef forması yaranır. Buna barxan deyirik. Külək bir istiqamətdə əsəndə barxan yarandı və küləyin əsdiyi istiqamətdə yamaç daha az meyilliyə malik oldu. Əsmədiyi istiqamətdə isə yamaç dik olur. Yadımızda qalsın. Barxan oraq şəklində olur. Bəs duyun nədir? Külək hər iki tərəfdən əsir. Buradan da əsir, buradan da əsir. İstiqamətin tez-tez dəyişir. Bunun nəticəsində duyun yaranır. Duyunlar deməli nəyin nəticəsində yaranır? Küləyin müxtəlif istiqamətdən əsməsinin nəticəsində. Duyunlar və barxanlar nə oldu? Küləyin yaradıcı fəaliyyəti. Uşaqlar sakit olun. İndi deyin görək, barxan, duyun və ya küləyin fəaliyyəti desəm özün harda göstərir? Bu zaman xəritəyə müraciət edirik. Xəritədə həmin əraziləri göstərirəm. Küləyin fəaliyyəti olan ərazilər. Testlərdə də qarşınıza çıxacaq küləyin fəaliyyəti olan ərazilər. Buralar xəritəni test keçmədim ki, mən bir dəqiqə görək haradır. Yox, deyəsən çox getmişim. Yox, çox getməmişəm. Az getmişim. Az getdi, üz getdi, hə, de bu daha. İndi gəlin sizə küləyin fəaliyyəti ilə yaranan əraziləri göstərək və ya küləyin fəaliyyəti özün harda qabarıq göstərəcək. Bax, bu gördüyümüz ərazidə, görürsüz, burada küləyin, dünyada ən çox qum tirələri toplanan ərazi Afrikadakı Kalaharidir. Kalahari səhrası. Ondan sonra Turan ovalığında, Avstraliyada küləyin fəaliyyəti özünü aydın göstərir. Burada Atakama
səhrasında deyə bilərsiniz. Burada Moxov və Sonor səhralarında deyə bilərsiniz. Ərəbistan yarımadası deyəsiz. Burada nə özün göstərdi? Küləyin fəaliyyəti. Yəni eol relyef formaları üstün olacaq bu ərazilərdə. Yadımızda qaldı eol relyef formaları. Eol nə oldu? Küləyin fəaliyyəti oldu. Bundan sonra var ekzarasiya. Ekzarasiya nədir? Buzlaqların fəaliyyətidir. Buzlaqların da fəaliyyəti dağıdıcı və yaradıcı olur. Bura buzlaq fəaliyyəti deyirik əslində, buzlaq. Buzlağın dağıdıcı fəaliyyətinə ekzarasiya deyilir. Bəzən isə buzlaqların gördüyü işə də nə deyilir? Ekzarasiya deyilir. Buzlağın dağıdıcı fəaliyyətindən nə yaranır? Trok dərə yaranır, kar yaranır, sirk yaranır. Yaradıcı fəaliyyətindən isə morenlər yaranır. Moren. Təpələri və tirələri. Moren təpə və tirələri nədir? Buzlaq gəlir üst-üstə çökür, yığılır. Əgər bir dənə belə təpə yaradıbsa, bu olur moren təpəsi. Bir neçə belə təpə yan-yana yığılıbsa, artıq bu nə olur? Moren tirələri olur. Trok dərələr buzlağın hərəkət elədiyi dərələrdir. Karlar elə bir ki, buzlaqların toplandığı belə ərazilərdir. Şəkillərini gərək göstərəm onu sizə. Baxarsınız ya da özünüz internetdən. Sirklər də amfiteatr şəklində olur. Bir neçə karın sanki birləşməsindən yaranır. Bilirsiniz nəyə oxşur? Kolizey var ya, Kolizeyi xatırladır adama. Yadımızda qaldı buzlağın fəaliyyəti. İndi gəlin görək buzlağın fəaliyyəti özünü harda göstərəcək. Bax, gördüyünüz bu soyuq ərazilərdə, daimi donuşluq ərazilərində, yüksək dağlıq ərazilərdə buzlağın fəaliyyəti özünü göstərəcək. Yadımızda qalar. Bayaqlarda buzlağın akkumulyasiyası nəticəsində yaranan əraziləri demişdim. Almaniya, Polşa ovalığı, Şərqi Avropanın şimalı, ondan sonra bir də burada məsəl üçün Skandinaviya yarımadasında da deyə bilərik buzlaq məşəli relyef formaları. Finlandiyanın ərazisində Salpausselkaya moren tirəsi yerləşir. Ondan sonra Kanada Arktik arxipelağı, Hudson sahili ovalıq, Labrador yarımadası, mərkəzi düzənliklər. Burada da buzlağın fəaliyyəti özünü qabarıq şəkildə göstərir. Gəldik dəniz dalğalarının fəaliyyətinə. Nəyə? Dəniz dalğaları və ya dəniz dalğası olmur, sadəcə məsəl üçün dalğa deyə bilərsiniz. Dalğa. Dalğanın fəaliyyəti. Dalğanın fəaliyyəti də dağıdıcı və yaradıcı olur. Dalğaların dağıdıcı fəaliyyətinə abraziya deyirik. Abraziya deyirik. Abraziya nəticəsində yaranmış düzənliklərə abrazyon düzənlik deyirik. Yəni dalğa yaradıb deməkdir bunu. Aydındır. Ayan, çıxanda narahat olma. Yəni çıxa bilərsən. Dərsi qeydə alıram. Sonra YouTube-a yükləyərəm, oradan baxarsınız. O YouTube-a yüklədiyim yalnız sizin özünüzə görünür. Ha? Sizdən başqa heç kimə görünmür. Bağlıdır. Sizin üçün göndərirəm onu. Oldu müəllimə. Bir də onda bir şey soruşsam olar. Ha, buyur. Evə tapşırıq olaraq nə verirsiniz? Bir də dərsimiz bazar günü olacaq. Güvəndən verəm. Bu mövzunu güvəndən verəcəm indi. Dimdən heç nə vermirəm. Dimdən davam elə gəlməni yazarsınız, o yarımçıq qalıb. Davam elə gəlməni tamamlayarsınız. Buradan da yazasınız. Yer səthinin relyefi. 150 dənə testdir. Dərsimiz sizdə bizdə deməli neçənci bazar günü olacaq da. Bazar gününə kimi bitirərik. Bəli. Litosfer tavalары, platforma, geosignallar bunları yazmışıq sizinlə. Yer səthinin relyefi güvəndən tamamlayarsınız. 150 dənə test. Oldu mən. Aha, indi gəldik. Hə, çıxa bilərsən. Sağ ol. Aha, bir də dalğalar sahil formaları yaradırlar. Hansı sahil formaları var? Dalmasiya var. Dalmasiya tipli sahillər. Ondan sonra şxer tipli sahillər, bir də fiord tipli, fiyordu. Riyas tipli sahillər də var, amma onlar sizə çox lazım deyil də. Ən çox Dalmasiya, şxer, fiord düşür. Fiord tipli sahillər harda olur? Buzlaq, dağlıq ərazi olsun həmin ərazi. Bir də orada buzlağın fəaliyyəti güclü olsun. Özün göstərəcək Norveç sahillərində. Kanada, ABŞ sahillərində. Bax, bu gördüyümüz ərazidə. Fiord tipli sahillər. Bir də bax burada. Yadımızda qalsın. Ən böyük fiord da Norveçdə yerləşən Sogne yazdım. Sogne fiorddur. Sogne fiord hardadır?
Norveçin ərazisindədir. Deməli, fiordlar harda oldu? Skandinaviya yarımadasında, Şimali Amerikanın qərb hissəsi, yəni şimal-qərb hissəsi, bir də Cənubi Amerika materikinin cənub-qərb hissəsində yayılıb. Burada baxsan da xəritədə görərsən ki, parçalanmış ərazilər. Sıldırım sahillərdir fiordlar. Sıldırım sahillər olur, keçilməz sahillər. Bax, onlar adlanır fiord tipli sahillər. Bir də var şxer tipli sahillər. Şxer tipli sahillərdə də bilirsiniz necə olur? Ki, məsəl üçün burada Baltik dəniz sahillərində rast gəlinir şxer tipli sahillərə. Adalar formalaşır. Burada da buzlaq məşəlli adalar, qayalardır da, elə ki, qayalıqlar belə olur ərazilər. Bir də var Dalmasiya tipli sahillər. Burada da ada var, amma ki, sahilə paralel şəkildə uzanır. Hardadır? Adriatik dənizindədir Dalmasiya tipli, Xorvatiya sahilləri. Adriatik dənizinin Xorvatiya sahilləri Dalmasiya tipli sahillərə aiddir. Dalğanın gördüyü işə nə dedik? Abraziya dedik. Azərbaycanda abrazyon düzənliklər düşür birdən. Nəyə götürəcəyik? Xəzər sahilində yerləşən düzənlikləri. Samur Dəvəçi, Lənkəran, Salyan, Cənub-Şərqi Şirvan düzlərin götürürük nəyə? Abrazyon düzənliklərə. Gəldik ondan sonra suyun fəaliyyətinə. Suyun fəaliyyətini böləcəyik. Var suyun fəaliyyətində yeraltı sular, daimi axarlar, daimi axar. Daimi axar deyəndə nəyi nəzərdə tuturuq? Çayları. Daimi axar dediksə çay nəzərdə tuturuq. Müvəqqəti axar. Müvəqqəti axar. İndi yeraltı su özüdür iki yerə bölünür. Ola bilər ki, bax, burada Sədəf, olduqca diqqətli olmalıyıq. Yeraltı sular olan yerdə bərk suxurdur. Ola bilər yumşaq suxurdur. Əgər yeraltı su olan yerdə bərk suxur yayılırsa, bu zaman sürüşmə hadisəsi baş verə bilər. Sürüşmə hadisəsi. Sürüşmə hadisəsinin olması üçün bir sıra vacib şərtlər lazımdır, Sədəf. Hansı şərtlərdir? Ərazi dağlıq olmalıdır, yəni yüksək meyillik olmalıdır. Altda su keçirməyən lay, gilli lay olmalıdır. Üstdə su keçirən lay, yəni qumlu çınqıllı lay olmalıdır. Və ərazidə tez-tez yağış, leysan xarakterli yağışlar yağmalıdır. Ərazi bir də seysmik cəhətdən aktiv ola bilər. Sürüşmə situasiyaya düşür. Ona görə sürüşmələri daha diqqətlə öyrənməliyik. Bəs deyə bilərsən ki, ay müəllim, bu sürüşmələrin qarşısını almaq üçün nə etmək lazımdır? Burada nə edirik sürüşmələrin qarşısını almaq üçün? Bəndlər tutmuyorlar. Necə? Bəndlər. Bəli, müəyyən qədər tikirlər, beton bəndlər tikirlər qarşı tərəfə ki, uçub gəlməsin də. Məsəl üçün, Bibiheybət yolunun üzərində də tikilib o bəndlər, sürüşmələrin qarşısını almaq üçün də əslində. Ondan sonra fitomeliorativ tədbirlər görülür. Yəni nədir? Meşə zolaqları salınır ərazidə. Ondan sonra terraslaşdırma işləri aparılır. Eninə şumlama işləri aparılır. Bax, bunlar nə edir? Sürüşmələrin qarşısını alır. Bir də kollektor drenaj şəbəkəsi çəkilə bilər. Kollektor bilirsən də nədir? Quru kanallar. Ərazidən quru kanal çəkirlər. O ərazidəki lazımsız suyu yığır özünə, oradan axıdır və beləcə sürüşmə baş verə bilmir. Sürüşmənin olması üçün nə lazım idi? Ərazi meyilli olmalı idi. Altda su keçirməyən lay olmalı idi. Ərazidə leysan yağış su olmalı idi. Bir də üstdə də qumlu çınqıllı suxur olmalıdır. Su yoxdursa artıq sürüşmə baş verməyəcək. Aydındır. Bu oldu sürüşmə. Azərbaycanda harda intensivdir desək, deyirsən Böyük Qafqaz dağlarında. Şamaxı, İsmayıllı, Quba, Qusar rayonlarının ərazilərində sürüşmə hadisələri intensiv gedir. Gəldik yumşaq suxurlar olan yerdə bəs nə yaranacaq? Sədəf. Yumşaq suxurlar olan yerdə yadımızda saxlayaq ki, yeraltı su var, yumşaq suxur varsa, yumşaq suxur deyəndə nəyi nəzərdə tuturuq? Bax, bu da qəbula şeyə düşmüşdü. OTK-nın sınağına da düşüb, güvənin də. Cips olur, dolomit olur. Bir də əhəng daşı olur. Əhəng daşı. Ondan başqa suda həll ola bilən bütün duzlarda deyə bilərsən. Kalium, natrium, nə gəldi də?
Bunlar deməli suda həll ola bilən nə varsa yumşaq suxur sayılır. Və bu suxurlar olan yerdə yeraltı sular bu suxurları yuyur. Yerin altında nəhəng mağaralar yaranır. Yeraltı su yumşaq suxuru yuyursa, bu proses olur karst prosesi. Nə oldu? Karst prosesi oldu. Və karst prosesi nəticəsində yaranmış relyef formaları nələr olur? Mağaralar olur. Yəni karst mağaraları deyirik. Ən böyük karst mağarası ABŞ-da yerləşən Momot-Finit mağarasıdır. Avropada ən böyük karst mağarası, deməli, deyirsən ki, Sloveniyada yerləşən Postoyun mağarasıdır. Bura yazıram. Postoyun mağarasıdır. Sloveniyada yerləşir, bax bu ərazidədir. Avropada, ümumiyyətlə dünyada ən böyük karst platosu, bax nə? Karst platosu. Hardadır desəm, deyirsiniz Balkan yarımadasındadır ən böyük karst platosu. Abxaziyada, Gürcüstanın ərazisində Kars deməli mağarası Yeni Afon mağarasıdır. Azərbaycanda isə Kars mağarası Azıq mağarasıdır. Bunlar da yadımızda saxlayırıq. Olduğu çətin deyil ki, yeraltı suların fəaliyyəti. Yox, müəllim, başa düşdüm. Aha. Amma kitabdan güvəndən oxusaz şəxsən deyəcəm ki, orada başa düşməyəsiniz. O qədər qarışıqdır ki. Yəni sistemli belə öyrənsən çətin olmayacaq, asan olacaq. İndi gedəyin daimi axarlara. Daimi axarlar nədir? Daimi axar dedik ki, çaylardır. Çayların da dağıdıcı və yaradıcı fəaliyyəti var. Çaylar dağıdaraq çay dərələri yaradırlar. Çay dərələri, harada yazmışam daimi axarları? Burada. Çay dərələri bir neçə formada ola bilir. Bax, yazıram bura. V şəkilli dərə, kanyon dərə, U şəkilli dərə. V şəkilli dərə üçün yazırıq. Dağlardadır, dağdadır, amma bərk suxur olan yerdədir. Bərk suxur. Kanyon dərə, bu da dağdadır, lakin necə suxur olan yerdə olacaq? Yumşaq suxur. Ən böyük kanyona malik olan çaylar isə Şimali Amerikada yerləşən Kolorado və Kolumbiya çaylarıdır. U şəkilli dərə hardadır desəm, deyirsən düzənlik çaylarındadır. Düzənlik çaylarında. Nə oldu? U şəkilli dərələr oldu. Yadımızda qaldı bunlar. Deməli, dərələr yaratdı çay. V şəkilli dərə harda oldu? Düzənliklərdə. Yox, V şəkilli dərə. U demirəm. V şəkilli dərə dağlarda bərk suxur olan yerdə. Kanyon dərə. Bax, burada ikinci göstərdiyim kanyondur. Kanyon. Kanyon dərə dağlardadır, lakin yumşaq suxurlar olan yerdədir. U şəkilli dərə düzənliklərdədir. Yadımızda qalarmı bunlar bizim? Ən böyük kanyon da harda oldu? Kolorado və Kolumbiya çaylarının üzərində oldu. Bundan sonra çaylar dərəsi boyunca hərəkət elədikcə nə edirlər? Müəyyən astanalar, şəlalələr yaradırlar. Onların üzərindən keçib gəlirlər. Çayın üzərində astana və şəlalə formalaşır. Bundan başqa çay dərəsi boyu hərəkət elədikcə dağdan düzənliyə gələndə, dağdan düzənliyə çıxdığı hissədə özü ilə gətirdiyi materialları çökdürür və burada konus şəklində belə çöküntü yaranır. Buna deyirik çayın gətirmə konusları. Gətirmə konusları. Və bunların yaratdığı düzənliklərə çay alüvyal düzənlik deyirik. Nə dedik? Alüvyal düzənlik. Hansı düzənliklər deyə bilərik alüvyal düzənliklərə? Amazon, çünki Amazon çayının vadisidir. Murray, Darling, həmin eyni adlı çayların yaratdığı düzənlikdir. Ondan sonra Parana ərazisində, La Plato vağının ərazisində. Ondan sonra Mississippi düzənliyi, Mekong düzənliyi, ondan sonra Böyük Çin düzənliyi, Qərbi Sibir düzənliyi, Orta Dunay, Aşağı Dunay düzənlikləri, hamısı nədir və ya Kür-Araz düzənliyi olsun. Bunlar çayların yaratdığı düzənliklər, çayların gətirdiyi alüvyal çöküntülər nəticəsində yaranmış düzənliklər. Və bundan başqa çaylar gəldikləri zaman görürsən, belə sərt döngələr yaradırlar. Bax, bu şəkildə. Bu sərt döngələrə, bunlar düzənlik hissəsində yaranır çayın. Sakit olun. Hə.
Deməli, bunlara isə sərt döngələrə deyirik meandrlar. Meandr. Meandr nə oldu? Çayın yaratdığı sərt döngələr. Çay öz yolunda maneələrə rast gəlir və o maneələr keçə bilməyəndə yolunu dəyişir, başqa yolla əyilir, gedir. Buna isə meandr deyilir. Sonra bir də çaylar mənsəbə çatanda gətirdikləri çöküntüləri çökdürüb bu Yunan rəqəmi deltaya bənzəyən təpələr yaradırlar və qollara ayrılırlar. Həmin təpələr yolları kəsir, çaylar birində axıb o bir tərəfdən gedirlər. Bax bu çayların yaratdıkları delta şəklində düzənliklər, deltalar isə nə adlanır? Yenə də akkumulyativ relyef forması adlanır və bunlar deltalardır təbii ki, adından məlum olduğu kimi. Delta yaradan çaylara Nil misal çəkə bilərik, Lena çayı misal çəkə bilərik, Azərbaycanda Kür çayı misal çəkə bilərik. Bunlar delta yaradan çaylardır. Bu da oldu çayın yaratdığı relyef forması. Demək olar ki, yekunlaşdırırıq, çox azca qalmışıq. Keçdi müvəqqəti axarlara. Müvəqqəti axar deyəndə nəyi nəzərdə tuturuq? Leysan yağış yağır isə də. İqlim quraq keçir, birdən-birə leysan yağış yağır. Leysan, Sellər ola bilər buna. bəli, nə olacaq? Şırım yaranır. Birinci addım şırımdır. Şırımın ardı çevrilir nəyə? Yarğana. Yarğan da sonda su içərisindən quruyub gedəndən sonra nəyə çevrilir? Qobuya çevrilir. Deməli, şırım, yarğan, qobu. Nə oldu? Müvəqqəti axarların yaratdığı relyef forması. Eyni zamanda bunlara yadımızda qalsın. Arid denotasyon deyəcəyik. Denotasyon. Arid denotasyona eyni zamanda bedlentlər də daxildir. Bedlent nədir? Qaya parçaları, yararsız ərazilər. Torpaq, güya torpaqdır, amma torpaq demək olmaz da ona. Qaya parçalarından ibarətdir ərazi. Bax, o adlanır bedlentlər. Müvəqqəti axarların yaratdığı düzənliklərə isə prolüvial düzənlik deyirik. Nə deyirik? Prolüvial. Daimi axarlar yaratdı alüvyal düzənlik. Müvəqqəti axarlar nə yaratdı? Prolüvial düzənlik yaratdı. Çətin deyil ki, yadımızda qalar inşallah. Bitdi artıq demək olar ki. Mövzu biraz uzun xırdaçılıq deyim. Axırı bax bu eksogen relyef formalarına gələndə biraz xırdaçılığı var. O da sxemi bildinsə, ardıcıllığı bildinsə, getdi. Deməli, belə deyirsən, suyun yaratdığı relyef formaları. Yeraltı su var, daimi axar var, müvəqqəti axar var. Daimi axar çaydır, müvəqqəti axar da qəfildən leysan yağışı nəticəsində yaranandır. İndi deməli nə yarar? Yəni müvəqqəti axar deyəndə bir sözlə seli nəzərdə tuturuq da, qəfildən sel gəlirik. Leysan yağış yağır, ardınca güclü sel gəlirik. Bax, sel müvəqqəti axar deyəndə onu nəzərdə tuturuq. Bəzən çayların özündə də çox vaxtı çayların özündə sel başlayır. Amma bəzən dağlıq ərazidə quraq iqlimindən sonra sel gəlir. Yəni çay deyil, amma həmin ərazi leysan yağış güclü yağır, qəfildən belə axın başlayır, sel gəlir. Müvəqqəti axar deyəndə sellər sanki nəzərdə tuturuq. Buzlaq deyəndə eksorasiya deyəsən. Troq dərə, karlar, sirklər, moren təpələr, tirələr. Bunları nəzərdə tuturuq. Soyuq ərazilər, dağlıq ərazilər. Bunları götürürük. Sonra gəldik küləyin fəaliyyəti. Səhraları götürürsən. Harada səhra gördün? Küləkdir, eol prosesdir. Və ya defiliyasiya var orada. Defiliyasiya da bildiyində küləyin dağıdıcı fəaliyyətidir. Dağıdıcı fəaliyyətə şahid dağları deyirsən. Tibesti, Haqqar, Darfur, Marra platosu da deyirik, Cos platosu. Cosda çox demirik, ən çox Haqqar, Tibesti, Darfuru deyirik. Bax, bunlar yadınızda qalsın. Hə, Sədəf, deməli, nə edirsən? Bunları öyrənirsən, güvəndən də bunun testlərini işləyirsiniz. Testdə neçə dənə oldu? 150 dənə testi güvəndə. Yer səthinin relyefi. Əminəm ki, bazar gününə kimi öyrənə biləsiniz. Amma çalışın elə necə ki, burada xırdalığına getdik, dərsi öyrəndə də xırdalığına gedəsiniz. Oldu. Dağları, hündürlüklərin onu deyim, hündürlüklərini əzbərləyirsiniz, zirvələrinin hündürlüyünü, zirvələrinin adını əzbərləyirsiniz, hansı dağ hardadır. Materiklərin relyefini də bunun ardınca keçəcək. Hamısı bir-biri ilə əlaqəlidir bu dərslər. Və hara ovalıqdır, hara yayladır, onu bilməlisiniz. Çünki akkumulyativ denotasyon düşəndə o ovalıqdır yoxsa yayladır, ona əsasən təyin edəsiniz. Oldu? Bəli. Yaxşı, Sədə. Gecən xeyrə qalsın, özünə yaxşı bax.
Sağ olun. Sağ ol.